Sabahın xeyir. Evet diyeyim. Hareketli olsun kardeş. Bu özdə qala qoçudur ha? Ha. Güzel. Kamran kardeşimizdir. O da halal adamdır. Bismillahla. Usta, hər birinizi salamlayıram. Çox sağ olunu bildirirəm ki, hər zaman dəyər verirsiniz, dəstək olursunuz. Bugünə inşallah deməli pişirmək istədiyim, deməli əsl qoç kababı necə hazırlanacaq onu göstərəcəm sizə inşallah. Onu da xatırladım, aşpaz deyirəm, mən sadəcə olaraq bir həvəskarım. Bu deməli qoç kababı ilə quzu kababının əslində fərqi neyindədir? Tam normalda, lap qədim zamanlardan fikir verirsiniz, kabab pişirəndə, qədim ki, ən azı bir 15-20 il bundan qabaqdan kababı pişirəndə bir qəşəng bir iyi gəlirdi, bir kabab iyi gəlirdi. İndi amma görürsən, kabab pişirirsən, bir iyi yoxdur. Nə toğunda, nə ətində, nə balığında yoxdur. Çünki hamısı o vaxtından əvvəl kesilir. Yəni, normal, əsl belə kabab yemək istəyirsinizsə, 1 yaşından yuxarı. Bizdə indi kənd yeridir. Yəni, məsələn, palatka toylarında, əsasən indi kabab olanda, heyvanın, məsələn, 7, 8, 10 heyvanı saxlayırdılar yaşından yuxarı. Deməli, yanında onun tişi heyvan olmur. Tam erkəklər saxlanılır, ağlı başda arpa ilə, çörək ilə qulluq olunur. Ondan sonra da yeyirsən. Yəni heyvanda məsələn 3 ay, 5 ay deyirlər əmliyi quzu gedək kesin. Bu əmliyi quzu belə də yaxşı deyil. Yəni heyvanın 1 yaşı olmalıdır ki, onun immun sistemi yaxşılaşsın. Yəni immun sistemi düzəlməlidir heyvanda. 3 aylıq heyvanın ətində heç bir şey yoxdur. Nol. Prosta rahat pişməyindən ötürü deyirlər ki, həqiqətən 2 aylıq quzudur, bu əmliyidir, mələməmiş quzudur. Bunlar hardasa düzgün deyil. Biz də alıb yeyirik. Amma əsl kabab istəyirsə bu qoç kababıdır. Qoçu da ki, gördünüz də, yer büzməm, yəni super bir şey. Deməli, bunun da tərkibinə əsasən biz nə vururuq? Heç bir şey. Yəni, bu heyvan kesiləndən sonra bir gün, yarım, 2 gün soyuducuda qalmalıdır. Yəni, ət özünü tutmalıdır, bütün boşalmalıdır da, qanı, suyu axıb getməlidir. Ondan sonra kababın əti yuyulmur. Yəni, aldığınız yer təmiz yer olsun ki, yumağa ehtiyac olmasın. Ondan sonra deməli bunun tərkibinə nə vurulur? Duz vurulur, istiyot vurulur, sonra soğan vurulur, bir də yüngül sirkə vurulur. Bunlar vurulandan sonra bu soyuducuda səhərin gözündə, lap buzxanada yox, səhərin gözündə. Hardasa gün yarım qalsa, 1 sutka yarım qalsa super olur. Yəni o bastırma da əti yumşalmaqdan ötürü belə də dögür. Sadəcə olaraq əti daha çox dadlı eləməkdən ötürü. Və bu ətin üzünün plonkası bu mütləq çıxmalıdır. Bu çıxandan sonra da atılmır. Yəni çəkilmədən sonra lüləyə qatmaq olar. İstənilən yeməyə də qatmaq olar bunu. Salam, necəsən? Qiymət almışsan? Neçə? 5. Neçə? 5. Hə, yalan danış. Yalan danış. Çıxaq gündəliyi bir baxın. Gündəliyi bir yazılır baxın. Sana yazır. Bir dakika.
Geri git. Kinolarda zadda olur da belənçini. Usta lap yaxşı olar ki, bu mən duzun üstiyotunu buranda iri duzdan istifadə ediyoruz. O nazik duz, narın duz biraz acılıq verir kebaba. Usta yaxşı olar ki, bu belə üzüm sirkəsi. Nə qədər sezonda siz də qoyun. Üzüm sirkəsi. Burada bunlar prosta gəlməyib, bu hazırdır da onun üçün göstərirəm. Sirkəni vuranda birdən-birə belə lax eləyib tökmək olmaz da. Belə yüngül bu belə ələ bitki töküb, belə çiləmək lazımdır üstünü ki, cüzi. Soğanı tökəndə əzə-əzə tökmək lazımdır ki, sulu çıxsın yaxşıca. İndi yaxşı qarışdırmalıyıq bu belə. Çabuk pişirir. Sən də pişirmək istəyirsən? Hadi. Usta yaxşı olar ki, bu ən azı bir gün qalsın. Bu gün eləyirəm məsələn gün orta sabaha qalsın. Onda vəbşə super olur. Həm ət yumşalır, bütün bu duzun üstünün soğanı yaxşıca keçir onu. Düz indi mən daha sabaha saxlamıram, indi axşama pişirəcəyəm də, amma yəni normalda bir gün qalmalıdır. Növbəti deməli yeməyim Azərbaycan mətbəxinə aiddir. Bu da deməli soğan bozbaşı adlanır. Bu soğan bozbaşına da əsasən deməli vurulur, yağ soğan hazırlanır. Yağ soğan vurulur. Ondan sonra kartoşka vurulur. Duzu, istiyotu, düyü, sarkök, turşu, turşu olmalıdır. Şabalıd, bir də lobya. Bir də sonunda yumurta. Bu deməli yeməyi çəkməyimdə də məqsədim nədir? Atam çəkilişlərin birində mən Təvəkkül Səlimovun oğluyam, tarix elmlər doktoru. Deməli bu videomdakı noyabr ayının 25-nə indi qismət olacaq, yəni efirdə olacaq. Noyabr ayının 25-i də atamın 70 illiyidir. Yəni onu efir vasitəsilə təbrik eləyirəm. Allah ömrünə bərəkət versin. Bütün elə bir izləyicilərimin hər birinin böyüklərinə, kiçiklərinə, valideynlərinə Allah ömür versin. Deməli orada da bu əsasən bir öz cavanlıq vaxtında biraz indi kasıbçılıq olub o vaxtları. Əsasən məsələn evdə bişirilən yeməklərdən biri də bu soğan bozbaşı olub. İndi mən də onu istedim ki, hələ çəkim sizə göstərim. Maraqlı bir video olsun. Ömrünün ağsaqqal çağına, ağsaqqal ömrünü ilə yaşayır. Etnoqrafdır, tarixçi, alimdir. Uzun sözün qısası gəlsin şirin sözlü söhbətlimiz Təvəkkül müəllim. Xoş gəlib, səfa gətirib. Xoş gördük sizi. Gəlin bura. Düz mərkəzdə dayanaq. Necəsiniz? Elhamdülillah, elhamdülillah. Xoş gəldiniz. Məsələ bundadır ki, mənim ürəyim yaman çox istəyirdi ki, sizin bu verilişdə iştirak edeyim. Şükürlər olsun Allaha ki, dəvət elədiniz mənə. Buna görə minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. Əsas məsələ budur ki, insan ki, ürəyi istədiyi bir işə, ürəklə yanaşdı, o işin xeyri, bərəkəti çox yaxşı olur. Ona görə bir daha sizə, sizin kollektivə, bu proyekti, bu layihəni ki, araya ərsəyə gətirmişsiniz, hər birinizə minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. Bayaqlar ananızın adını çəkdiniz. Gözləriniz kövrəldi. Və mən kitabınızın ön sözünü oxumuşam. Əslində o ön söz deyil. O sözün, o yazdığınız o fikirlər ki var, onun özü kiçik bir hekayədir. 5 qardaş olmuşuq, 3 bacı. Məsələ bundadır ki,
ana qədər heç bir dəyərli şey yoxdur. Ananızı sevin, bacınızı sevin. Ananı heç nə əvəz eləyə bilmir. Çünki mən hər gün axşam, biraz belə pessimist hisslərlə danışıram. Hər gün axşam anamın yanına gedirəm. Yəni bir evdə də onun otağı ayrıdır, belə deyək. Yəni onun ətrini duymaq üçün. Elə darıxıram. Təsəvvür edirsiniz. Mən sadəcə bir Bakıda deməli soğan suyu deyərik biz. O bəzi yerlərdə soğan bozbaşı deyirlər ona. Sadəcə olaraq soğanı yağda qovururlar. Sonra üstünə su tökürlər onun. Sadəcə olaraq bir neçə ailənin hər bir nəfərinə görə ora kartoşka qoyurlar. O pişəndən sonra bu kasıb xörəyi idi. Kasıblar ona bozbaş deyirdi. Lakin soğan suyu bozbaşı deyərdi. Biz bu ətraf yerlərdə, keçmişdə Bakı kəndlərində ailələrimizin mətbəxindən əksik olmazdı bu. Belə axıra qədər də dolanışığımız o qədər də pis olmasa da o ənənəni anam davam etdirirdi. Yenə soğan suyu pişirirdi bizim üçün. Yaman darıxmışam. Mən yazı pozu adamıyam da. Kitabım zadım çıxanda həmişə gəlirdim anamın yanına. Kitabımı verirdim ona. Alırdı belə baxırdı, qoyurdu oraya. Sonra isə ya bir 5 dəqiqədən sonra götürərdi bir dənə 100 qramlıq çay, 2-3 dənə konfet. İndi evlərdə olur da konfet olur, şiş olsun. Allah'a ki, hər evdə az çox dolanışıq var. Deməli, bir dənə 100 qramlıq çay, 2-3 konfet verərdi mənə. Elə bilirdim ki, dünyanı mənə bağışladılar. Ən müsbət rəyi Anam deyirdi. kitabım haqqında o verdi. Təsəvvür edirsiniz Günel xanım, o kitabı mənə, bu kitabım çıxanda bir ay bundan qabaq bu kitabım çıxdı. Heç kəs mənə heç nə vermədi. Bir daha deyirəm, ananı sevin. Bilirsiniz, onların hətta yaşdaşanda, onların səhvləri də bir naxışdır, bir ibrətdir. Yəni o səhvlər ola bilsin ki, anamızın deyək ki, hansısa sözü ola bilsin xətrimizə dəyirsə, biz onu da bir Allahın naxışı, Allahın hədiyəsi kimi qəbul eləməliyik ki, ay evlad, bilal 80 yaşında, nə bilim 90 yaşında, indi sənin qəbul eləmədiyin, bəyənmədiyin bəlkə də sözü sən də deyə bilərsən. O da o hərəkətlə biz ibrət alırıq anamızdan. Amma təvəkkül mən, ola bilər ki, vaxtında qəbul eləmərik, sonra o sözü axtarırıq. Bax, necə dediniz ki, indi bax, bu kitabım çıxdı deyir, heç kəs mənə heç nə verir. Mənə daha 100 qramlıq çay, 2-3 konfet verən olmadı. Çünki elə gözləyirəm ki, yarın ömrünün bu çağında, yani bu ağ saçlı, ağ başlı, bak böyle bir Türkler demiş koskoca bir insanın anası için uşak gibi gözyaşı dökmeyi təsirli səhnədir, doğrudan.
Siz elə söylədiniz ki, mən gecələri saat 2-yə 3-ə kimi montajda oluram. O montajda qalmağıma elə peşman oldum. Peşman oluram. Vallahi durub qaçmaq istəyirəm evə. Deməli, ilk öncə yağ soğan hazırlayacağıq. Yağ soğandan sonra deməli kartoşka onun içinə əlavə eləyəcəyik. Qaynayanda. Sonra da ki, şabaldır. Deməli, lobyanı qaynatmışam. Bu tam hazırdır. Düyü bir qaşıq elə əsəliyir. Qoy bir dənə. Lobyasını indi əlavə eləyirik ki, suyunu çox qaraltmasın. Mesela bir yumurta vurada bilərsiniz. Yəni indi əvvəlki vaxtlarda yumurta vurulub, bu reseptdə olub. O zövqə görə, yəni istəməyəndə vurmamaq olar. Yəni orada heç bir qəbahət yox. Yanmamağı üçün iri duz mütləq vurulmalıdır.
Gülaydın. Ata dadlı eləmişsən ha. Bilməmişsən ki, adam bilsin. Ben istemişim tatlıda. Çok tatlıdır. Kebap. Gedək. Yeter. Süper. İnandırın bu kebabdan da artıq ya, yer büzmə. Həqiqətən də dostlar, yer büzməlim. Siz də eləyin. Yəni bu konkretdir də, bundan o yanısı yox. Əsl kebabın iyi dadı bu həmin qoç kebabındadır. Siz də eləyin, baxın, abunə olun, like eləyin.